Biz kubokdan çempionata keçənə qədər mən AFFA ilə bağlı bir sualım var. O sualı sizə də verəm əziz tamaşaçılar. Çox xahiş edirəm, siz də öz fikirlərinizi bildirin. Mənə müəyyən bir yəni çatmır, müəmmalı qalıb. Bizim hörmətli AFFA-mız bu futbol inkişafı deyəndə regionlarda da futbolun inkişafından danışır. Deyir ki, biz regionlarda futbolu inkişaf elətdirmək istəyirik. Gələn il bizim çempionatda neçə komanda oynayacaq? 12 komanda, düzdür? 3 komanda əlavə olunur. Bu gələn 3 komanda ilə indiki çempionatda olan qalan 9 komandanı saysaq, Karvan, İmişli, Qəbələ. Bunları hesablasaq, yəni mən hal-hazırda nəyi nəzərdə saxlayıram, nəyi hesablayıram? Səbail Premyer Liqanı tərk eləyir, Kəpəz qalır. Yəni indiki durumdan danışıram mən. Bunlara hamısına baxsaq, 12 komandadan cəmi bir komanda regionda oturub məşq eləyəcək. Qəbələ. Yox. Qəbələ elan edib, Bakıda olacaq, Bakıda məskunlaşırıq. Turan Tovuz da Bakıda olacaq, oyundan oyuna gedəcək. Mənə bugün informasiya gəldi ki, Qəbələ də deyir ki, biz Bakıda olacağıq. İmişli də Bakıda olacaq, yəni, stadionun vəziyyəti. Hə, olsun. Bu komandalardan ancaq Kəpəz hələ alınır ki, şeydə qalır, Gəncədə. Yəni, bu regionlarda futbolun inkişafı deyil axı. Yəni, Bakıda futbolun inkişafı olur da bu. Yəni, Bakıda futbolun inkişafına artıq ehtiyac yoxdur. Regionlarda şey eləmək lazımdır ki, regionlarda yaşayan adamlar gəlib komandaların açıq məşqlərinə baxa bilsinlər. Bilsinlər ki, biz buradayıq. Mənlə, yəni hiss eləsinlər ki, komanda doğrudan mənim yaşadığım regionu təmsil edir və buradan ikinci sual yaranır. Mənim üçün çox maraqlı sualdır. Baxın, hamımız bilirik ki, büdcə, AFFA-dan futbolçulara, futbol klublarına verilən büdcə müəyyənləşdirir. Hər kluba 2 milyon pul verirlər. 2 milyon yarım. 2 milyon yarım olsun. Amma futbolla məşğul olan adamlar, hər halda Ruslan açıqlama verər. Mənlə razılaşar ki, Bakıda oynayan futbolçu ilə həmən elə Gəncədə oynayan futbolçunun maaşı eyni ola bilməz. Niyə görə? Bakıya 5 minə razılaşan oyunçu, Bakıda yaşamağa, regiona ən azı bir 10 minə gedir. Düzdür? Var elə bir şey. Bir çoxları demirəm hamı. Yəni sən 12 komandanın 11-nə verirsən bu pulu, yəni bunlar istədiyi oyunçuları alırlar. Bəs o bir komanda Kəpəz elə çıxır ki, yəni 2 qat az pul qalır da buna da. Yəni bunu xahiş eləyərdim. Açıqlama bilirəm verməyəcəksiniz, çünki bundan qabaqki efirdə də demişdim. Yəni nəsə deyəndə legioner limitini yığışdıranda açıqlama versəydiniz daha yaxşı olardı. Biz də başa düşərdik. Niyə görə, məqsəd nədir? Vermirsiniz açıqlamanı. Ona görə sizdən soruşmaq istəyirəm. Əziz tamaşaçılar, nə dərəcədə sizcə bu düzgündür? Sən deyirsən belənsinə, sözündə həqiqət də var. Ümumiyyətcə hansı ki futbolçular var ha, məsələn, region komandasından sən dəvət göndərəndə kluba, futbolçuya. Məsələn, hansısa bir Braziliyalı futbolçunu, məsələn, Portuqaliyanın 3-cü divizionundan çağırırsansa, tutaq ki, Qəbələyə, o birinci şəraitini soruşur, birinci vəziyyətinə baxır, şəhərinə baxır. Orada məşqdən sonra iştirak edəndən sonra, məşqindən sonra bu gedib neynəyəcək? Bəs ona görə mən deyirəm ki, qalacaq, evində yatacaq, şəhərə çıxacaq. Çıxdı, getdi, bir dəfə restorana getdi, bir dəfə getdi gəzməyə, bir dəfə ora getdi, bir dəfə Qəbələndə getdi, nə bilim, bir dəfə çıxdı oradan, nə bilim, kanatla arasa. Bunun orada ancaq məşq stadion ancaq şor. Yəni bu olacaqdırsa, yəni bu ora gəlmir. Bu klublara deyirsən, pul verilir. Niyə bölgələrdə yoxdur və yaxud da nəsə, bölgələrdə klubu saxlamaq, sən komanda legioner futbolçu gətirmək və bunu hansısa bir oteldə saxlayıb, bunların otel pulunu verirsən, səhər, günorta, axşam yeməyinin pulunu verirsən, maaşlarını verirsən, həmin o şeyə fikirləşirlər, deyirlər ki, elə futbolçu da var ki, tək özü gəlmir, ailəsinlə gəlir, orada qalır, orada məktəbə qoymasan. Bunlar o qədər xırda detalları var hansında ki, gərək bunlar məşğul olsunlar. Ona görə bəzən görürsən rayonda olan komandalar onlara sərf edir ki, lütfü həmin o pulu hansı ki, tutaq ki, aylıq futbolçuya 1000 manat maaş verin, deyim ki, Filippo
nə bilim, İnzagi. Get Bakıda qaqaş, ala 1000 manat özün ev tutarsan özünə, özün zavtrak obed ujunu özün eləyərsən, nə eləyərsən, bu da sənin ala maaşın qaqaş. Məşqimiz axşam saat 4-dədir, filan yerdədir. Özün məşqədə minib arendaya maşın götürüb gələrsən ora. Elə rasxodları ayına 20.000 komandan çıxmır, tutaq ki, ancaq bu yemək içməyinə, oteldə qalmağına. Belə çıxır 10.000. Ona görə də deyirlər elə lütfü, həmin az büdcədən az pul xərcləyək. Komandanı yönəldək Bakıya. Yarısı komandadan çoxu Bakı uşaqlarıdır, rayon uşaqları. Bir dəqiqə yoxdur. Öz evində. Xaricdə legionerdir. Öz evində qalan öz evində qalır. Gecəni yatır, səhər məşqinə durur gəlir. Xaricinə də pulunu verir aylıq kontraktındakı kimi. Gedir kirasında qalır qardaş. Yeməyə, içməyə, rasxodu öz yerində qrupa yazırlar ki, sabahlarım saat 4-də Bosta 16:30-da məsələn məşqimiz başlayır. Yəni regionlarda futbol inkişafını yaddan çıxardaq da. Yox, regionlarda yəni rasxod çoxdur. Məşqləri Bakıda edir. Mən də onu deyirəm də. Gedir oynayır, yenə də regionda oynayır. Yəni sən dediyin kimi hansı ki fanatlar gəlib məsələn Qəbələnin, Kəpəzin məşqinə gəlir, stadionu dolduraq, 500 nəfər açıq trenirovka gedir. Gəlib baxaq xaricilərdəki kimi 15 il bundan qabaq Neftçi məşq edirdi, fanatlar gəlirdi, tutaq ki, Razində məşqə baxırdılar. Ya Tofiq Bəhramov da məşqə baxırdılar da. Biz mən Neftçidə idim onda 2009. Açıq məşq deyirlər də ona da. Aysə o. Yəni o şeylər indi regionlarda yoxdur yəni. Başa düşürəm. Eləmək olar axı bunu. Onu demək Eləmək istəyirəm. olmaqdan ötə də gərək bu regionda qalsın əzizim. Ona görə Regionda qalmaq üçün də şərait. Bəs onu deyirəm də, bəlkə verdiyi bu 2 milyonla da AFFA verdiyi 2 milyon yarımdan həmin o regionda saxlamaq, legioner yaxşı futbolçu gətirmək, hansı ki Dvaynoy pula gələcəksən ora. Bakıdayam, məşqdən çıxdım, getdim restoranda, istirahətini edir, dincəlir. başa düşürəm, qardaşım, mən sən nə deyirəm? Deyirəm bəlkə regionda, doğrudan regionda komandanı məskunlaşdırıb, orada məşq eləyən, orada qalan komanda üçün bəlkə şəraiti biraz daha da yaxşılaşdırsınlar. Yox, beyin sönəcək olar da. Məşqə gedirəm, gəlirəm otelə, yeməyimi yedim, durdum, yatdım, durdum, yenə məşq, durdum, getdim restoranda, yedim, içdim, kababdan bastım, orada nə bilim xanlarda hardasa, oradan gəldim, yatdım, səhər durdum, məşq stadion, məşq stadion, məşq stadion, psixologiya çezir. Onun qutaran kimi hamı basıb, qaçıb Bakıya gəlmək istəyir. Ki gəlim müəllim istirahət ver bir gün, 2 gün gedək şəhəri bir gəzək, konsertə gedim, nə bilim oradan kiminsə KBN-ə gəlim sizin konsertə, nə edeyim, istirahət eləmək istəyir. Rayonda bu olmur. Rayonda Azərbaycanlı başçı, sən gedib rayonda sənlə priroda təbiətdə kayf eləyirsən. Yenə eyni sualı verəcəm. Amma regionda şey eləməyək. Regionlarda futbol inkişafından danışmayaq da, elə çıxır da. Danışmayaq. Ya danışaq, ancaq oyunlarda gələrsiz oyunumuza baxarsınız. Biz getdik Bakıya sağ olun. Bu nə inkişafdır? Bayaq necə yəni nə inkişafdır qardaş? Mən komandamın pulum çatmır regionda saxlamağa. Bakıya göndərirəm. Bakıda gəlib məşqimi eləyirəm, qalıram burada, rasxodumu görürəm. Bir gün ondan qabaq gəlirəm. Başa düşmürəm, demək istədiyimi başa düşmürəm. Yəni bu nə inkişafdır da? Biz hansı inkişaf? Bu nə inkişafdır? Yəni Bakının inkişafı, Bakı futbolunu inkişaf edir. Bölgə futbolunun inkişafından Bakını inkişaf elətdirir. Danışırıq ağız dolusu. Bölgələrimizdə yəni futbol yoxdur da, inkişaf yoxdur. Adicə bax. Onda qadağa qoysunlar klublara. İmişlinin özü gəlmə desin Bakıya. İmişli ilə Karvanın ev oyunlarını keçirdiyi stadiondan xəbərimiz var da. Hə. O oyunda sən bu dəqiqə çıxıb oynamarsan. Asfalt. O meydanda çıxıb bu dəqiqə sən artıq peşəkar futbolçu karyeranı bitirən Ruslan Əmircanov çıxıb bu meydanda oynayıram. Sinar Zəngilan. Və sən bu bitirməyəndə də bir köpüklük oynamırdı. Yəni sən özün çıxıb imkan vermirsiniz mi deyim? Söhbət ondan gedir qardaşım.